Salam, mən Şəhriyar Mirzəliyev. Bugün sizə Windows 7-də və yaxud da fərq etmir Windowsların hamısında Azərbaycan dili şriftini əlavə etməyi öyrədəcəm. Məsələn, biz Google-a daxil olaq. Bura yazaq Ə hərfi, gördüyünüz kimi yazılmır, Ü hərfi həmçinin yazılmır. Yəni bir sözlə Azərbaycan şriftlərin yazmır. Bunun üçün biz gördüyünüz sağda, aşağıda İngilis və yaxud da Rus dili yazılır. Bunun üstündə sağ düyməni klikləyir, vururuq və aşağıda gördüyünüz parametrlərə daxil oluruq. Burada isə parametrlərdə gördüyünüz kimi məndə Azərbaycan dili var. Gəlin bunu silək. Həmçinin silmək üçün burada gördüyünüz üstünə vururuq və udalet deyirik və silinir. İndi davam et deyib əlavə edək. Davam et deyirik. Sonra yuxarıda, ən yuxarıda o da qeyd edim ki, Kirin yox, Latın seçin. Kirin bildiyiniz kimi Rusdan qalma bir şeydir. Buradan da həmçinin açırıq, yenə Latını seçirik. Gördüyünüz kimi və OK deyirik. Gördüyünüz kimi Azərbaycan dil şrifti, yəni əməliyyat sistemi yox, dil şrifti əlavə edildi. Həmçinin bu gördüyünüz işarə yuxarıdakı, buradan biz dili seçirik. Bu nə üçündür? Məsələn, kompüter yeni format olunanda hara girirsinizsə Rus dilində yazır, İngilis dilində yazmır. Gərək məcbursunuz dəyişdirəsiniz. Biz isə buradan birbaşa İngilis dili, həmçinin Azərbaycan dili seçərək kompüterin əməliyyat sisteminin hara daxil olsanız eyni dildə, yəni sabit dil kimi seçirik. Mən sabit dil kimi İngilis dilini seçirəm və OK deyirəm. İndi isə yenə daxil olaq brauzerimizə. Azərbaycan dilində yazmaq üçün gələk gördüyünüz kimi İngilis dilinin üstünə və buradan Azərbaycan dilini seçək və yazaq. Gördüyünüz kimi Ə hərfi, Ü hərfi və s. Bu əslində bu qədər asandır. Məni dinlədiyiniz üçün təşəkkürlər. İnşallah bizi şəhriyarmx.com saytından, həmçinin də Facebookdan informasiya və texnologiya səhifəsindən izləyə bilərsiniz. Kanalımıza da abunə olsanız şad olaram. Reklamlara da bir dəfə klikləsəniz lap super olar. Məni dinlədiyiniz üçün təşəkkürlər.